Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Perekşükül qəsəbə Əfqan Dadaşov adına tam orta məktəbdə olduq. Şagird və müəllim münasibətlərinin düzgün qurulduğu bu məktəbdə olan səliqə, səhman, nizam-intizam bir başqa idi. Hələ məktəbin uğurlarını soruşduq. Qeyd etdilər ki, ötən il 55 nəfər 11-ci sinifi bitirib. Onlardan 41 nəfəri ali məktəbə sənəd verib. 31 nəfəri isə ali məktəblərə qəbul olub. Yüksək nəticə göstərənlər 650, 653 bal yığanlar olub. Məktəbin direktoru 48 ilini təhsilə həsr etmiş Turə Qasımova dedi ki, mən bütün şagirdlərimi öz övladlarım kimi sevirəm. Mən belə düşünürəm ki, əsl müəllim həm zəhimli, həm də rəhimli olmalıdır. Bu minvalla uşaqları ələ almaq və onların üzərində hansısa tərbiyə metodlarını həyata keçirmək olar. O uşaqların gələcəkdə tutacağı mövqe əla, yaxşı olmağı üçün biz bəri başdan, yəni ki, bünövrəsini elə hazırlamalıyıq ki, bina o bünövrə üzərində yaxşı dayansın. Mənə belə gəlir ki, bu şagirdləri həm sevmək, əzizləmək və gələcək həyata hazırlamaq lazımdır. Az yaşlıların səliqəli geyimi ürək açan bir mənzərə ortaya çıxartmışdı. Bu məktəbdə qurulan disiplin gələcəyin yüksək təhsilindən xəbər verirdi. Təhsildə ən başlıca amil müəllim, şagird və valideyn münasibətlərinin düzgün qurulmasından asılıdır. Elə bu məktəbdə olduğu kimi. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Qobustan kənd tam orta məktəbə çəkiliş üçün üst tutduq. Elə ilk daxil olduğumuz anda az yaşlı siniflərdə musiqi dərsinə nəzər yetirməyə gəldik. Balacalar o qədər sevincli, o qədər şən əhval-ruhiyyədə idilər ki, bu bizə də müsbət enerji ötürdü. Aytən müəllimə deyir ki, mən onların rəqsindən, sevgisindən böyük bir zövq alıram və bu sevgini görmək üçün sevgi vermək lazımdır. Bəli, bunun əyanı sübutu idi bugünkü körpələr. Məktəbin direktoru Əlvan Həsənova ilə söhbətimizdə bəlli oldu ki, məktəbdə 1228 nəfər şagird təhsil alır. 2024-cü ildə 74 nəfər məzun olub. Ali məktəbə sənəd verənlərin sayı 53, qəbul olanların sayı isə 47 nəfər olub. Bu böyük göstəricidir və bu göstəricini belə saxlamaq, həmişə yüksək nəticələr əldə etmək şagird və müəllim münasibətlərindən asılı olmalıdır. Bu təhsil ocağında hər çəkilişimizdə şagirdlərin necə həvəslə dərsə maraq göstərdiklərinin şahidi olduq. Hər bir şagird bilməlidir ki, gələcəyin layiqli vətəndaşı olmaq üçün həmişə səylə çalışmalı və əla qiymətlər almalıdır. Cəmilə Nəsir qızı Kamil Quliyev bugün informasiya proqramı üçün.